Bəhreyndə vəziyyət gərgin olaraq qalmaqdadır. Dünən hökumət qüvvələri etirazçılara qarşı rezin gülləli və snayper tipli silahlardan və gözyaşardıcı qazlardan istifadə edib. Etirazçılara qarşı zor tətbiq edən güc strukturları onlarla insanı həbs edib. Xatırladaq ki, Bəhreyndə əhalinin 70% şiə olmasına baxmayaraq onlara bütün dövlət idarələrində işləmək qadağan olunub. Uzun illərdir ölkəni monarxiya rejimi ilə idarə edən vəhhabi əqidəli şeyxlər isə hətta dövlət postlarını şiələrə verməmək üçün xarici ölkələrdən gəlmiş mühacirlərdən istifadə edirlər. Hazırki Kral Hamad bin İsa Əl-Xəlifə isə təkcə şiələrə qarşı deyil, həm də sünni məzhəbli əhaliyə qarşı repressiyaları davam etdirərək yalnız vəhhabilərə qismən azadlıq verir. Bu da xalqın kəskin etirazlarına səbəb olur.